Salam, yeni bir videoda hər birinizi yenidən xoş gördük. Bu videoda Doğan Cücəloğlu'nun İletişim Donanımları adlı bir kitabı var. Bu kitabda bir hissə mənim diqqətimi cəlb elədi və mən xoşuma gəldi. Bunu sizinlə bölüşmək istəyirəm. Həmin Doğan Cücəloğlu'nun bu kitabda çəkdiyi misalı sadəcə öz sözlərimlə ifadə edeyim, öz sözlərimlə izah edeyim. Təsəvvür edin, yanınızda bir meyvə var. İstənilən meyvə ola bilər. Bu alma ola bilər, nar ola bilər. Hər hansı bir meyvənin toxumu deyək. Və digər əlinizdə daş var. Və siz həmin meyvənin toxumuna baxanda artıq o meyvə toxumunda gələcəkdə ağac olma və yaxud daha sonra meyvə bağı olma potensialı görürsünüz. Əgər bu meyvə toxumunu yerə əksəm, ona qulluq eləsəm, müəyyən şəraiti onun üçün ödəsəm, artıq o daha sonra ağac, daha sonra isə meyvə bağları ola bilər. Hələ ki heç biri deyil, amma siz onda bu potensialı görürsünüz. Digər əlinizdə isə daş var. Həmin daşda heç bir potensial yoxdur. Yəni bu meyvə toxumunda olan və ya meyvənin özümündə olan potensial həmin daşda yoxdur. Əgər siz bu daş meyvəyə də, meyvə toxumuna da daşa baxdığınız kimi baxsanız, yəni onda o potensialı görməsəniz, artıq bu ikisi arasında sizin üçün heç bir fərq yoxdur. Yəni məsələn daşdan necə istifadə edirsinizsə, meyvədən də o cür istifadə edəcəksiniz. Və onda olan potensialı görmədikcə, artıq ona o şəraiti vermədikcə, onun potensialının aktiv olmasına, yetişməsinə imkan vermədikcə, artıq onun daşdan heç bir fərqi olmayacaq. Və daş kimi istifadə edəcəksiniz. Birini ata bilərsiniz və yaxud daş kimi bir kənara ata biləcəksiniz. Orada çürüyüb gedəcək. Daha doğrusu çürüsə də belə o bitəcək. Hər halda misal olaraq deyirəm. İnsan da belədir. İnsanda da müəyyən potensiallar var. Bizdə müəyyən potensiallar var ki, biz o potensialları üzə çıxartmadıqca, onlar da meyvə kimi artıq daşdan, potensial olmayan daşdan heç bir fərqi yoxdur. Və biz ondan yanlış istifadə edəcək, heç istifadə etməyəcəyik. Potensialımız artıq qalacaq, çürüyəcək, gedəcək. Və bizim əsas vəzifəmiz nədir? Bizim əsas vəzifəmiz budur ki, bizim özümüzdə olan bu potensialı üzə çıxarmaqdır. Biz özümüzdə olan bu potensialı üzə çıxarmasaq, artıq bizə potensialsız biri olmaqla heç bir fərqi yoxdur. Yəni potensialsız olmaqla ya potensial olmaq arasında heç bir fərq olmayacaq. Əsas məsələ potensialın olması deyil, əsas məsələ o potensialı üzə çıxarmağın məsələsidir. Onu anlamağın, onu dərkin, özünü dərk məsələsi var burada. Yəni bir insan özünü dərk eləsə, özünü tanısa, potensialının da nə olduğunu biləcək və artıq bir anlıq vəzifəsinin də nə olduğunu biləcək və o həyatda niyə olduğunu, potensiallarının nə olduğunu artıq onu dərk eləyəcək və bu insanın həyatında uğurlu olmasına, müəyyən dərəcədə xoşbəxt olmasına gətirib çıxarda bilər. Bu günlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.